bu ne değil? Ha, bu 19 yox, təmələn 20 kilodan yuxarı böyük faiz. Bunun ətinə baxın dostlar. Təmiz ətdir. Bax, bunun əlləri də mənim əlim boydadır. Aç görüm gigant əllərini aç. Barmaqlarımız eynidir. Salam aleyküm dostlar, hər birinizə. Bugün gəlmişik təsərrüfata, qoyun quşqalarımızı çəkməyə. Sizə məlumatlandırıcı video çəkəcəm inşallah. Bunu TikTok'a atacağım qabağını. Sonra qalanını da mən YouTube kanalımda ətraflı şəkildə paylaşacağım inşallah. YouTube kanalıma da abunə olun hamınız ki, belə məlumatlardan faydalanasınız. Bugün hibrid quşqalarımızdır. Bunlar bronz 708 ilə Big 6 hinduşkası ilə mələzlənir. Yəni fərəsi Big 6 olur, bunların anası. Atası da olur bronz 708. Yəni onları bilmirsinizsə internetə yazın, işinizə çıxacaq inşallah. Bunlar da bir cins kimi yəni saxlayırlar. Bu hibridlər digərlərindən qəşəngdir. Çünki bronz 708 nə də ki, o birisi Big 6 belə təbii şəraitə uyğun deyil. Təbiətdə gəzə bilmirlər heç, onlar qala bilmirlər yerində. Amma bunlar mələzlənib, yaxşı fərlər təzədən seçilib, bir-birinə vurulub. Ona görə də bunlar indi görürsünüz. Daha 3 dənə xoruz saxlamışıq oyunca. Qalanları kəsmişik, yemişik, satmışıq. Bizim dostlarımız var, onlara damazlıq olaraq da vermişik. Baxın, görün dostlar. Bunlar nəhəngdir. Hal-hazırda 17 kilo, 18 kilo, 19 kilo çəkiləri var. Yəni 17-dən yuxarı bu olmalıdır, 18-dən yuxarı o. Bu da ki 19-dan yuxarı bir istifadə. İnşallah birazdan çəkib sizə göstərəcəyik. Qalan kül rənglərdir. Biz bu sortu xaricdən gətirmişik. Amma bu kül rəngləri bu bizim bir dənə dostumuz var, ondan götürmüşük. Bu da təmiz qan hinduşkadır bizdə olan. Yəni, bu sırf marağı saxlayanlar üçün əladır. Bunlar da qəşəng çəkilir. Hal-hazırda bunların 5 ay, 7-8 günüdür. Çəkiləri də ki 8 kilo, 7 kilo, 8 kilodan yuxarı 9 kilo yaxın belədir xoruzların çəkiləri. Bourbon və baf hinduşkalarımız var. Yəni qırmızı, tuz, sarı, artıq nə deyirsiniz, narıncı, belə hinduşkalarımızdır. Onlar da çox qəşəng çəkir bunlar, digərlərindən fərqli olaraq. Yəni bronz demək olar ki, bunlar arasında yəni, ən belə çəkidi geciğan, ən az yumurta verimi olan bronzdur. Bronzlarımız da var. Ve bronz fərəmiz qalıb təkcə. Çünki bronz fərə ilə bronz xoruzu təzədən bala almaq üçün istifadə eləmirik. Çünki bronzun keyfiyyəti o qədər də yaxşı deyil. Ona görə də biz standart bronzlardan böyle görürsünüz. Standart bronzdur. Ama artıq qana dəyişəcək yavaş-yavaş. Yəni daha yaxşı olacaq gələn. Bunlar bizim Stavropol hinduşkalarımızdır ve bunlar fərələrdir. Stavropol hinduşkalar da ən qəşəng sortlardan biridir. Bizdə yəni deyim sizə bunlar yumurtaya nə vaxt gəlir? 5 ayından tez yumurtaya gəldi. Stavropol və hibrid hinduşkalarımız. Sonra bronzlar amma 6-7 ayında gəlir yumurtaya. Belo işraka qruplar. Belo işraka qrup hal-hazırda bizdə balalar var. Onlar böyüyəcək inşallah. Onların da yumurtası və balasını satacağıq. Hal-hazırda bizə yumurtgəl hinduşkalar, külləngilər, hibridlər və stavropollardır. Hal-hazırda stavropol fərəsini də yəni birlikdə saxlayırıq hibridlərlə. Hibrid xoruzlardır onlarla olan. İnşallah dekabr ayından sonra ayrı-ayrı yerlərdə olacaqlar. Çünki hal-hazırda stavropolların fərələri qəşəng yumurta verir, amma xoruzları çox da yaxşı deyil də. Yəni yaxşı olmaz, yumurtadan daha çox bala çıxmaz. Ona görə də biz hal-hazırda bunlardan istifadə edirik. Bizim təsərrüfatımızda əsas məqsəd nədir dostlar? Biz istəyən adamlara toplu sayda verə bilirik, toplu say bronz verə bilirik. Yəni bizim əlavə bir dənə də təsərrüfatımız var, oradan ancaq bronz, yəni bronzlu oktavoy sadəcə olaraq. Amma bu təsərrüfatımızda bizdə
10 dənə istəyirsən, 20 dənə istəyirsən, 50 dənə istəyirsən, 100 dənə istəyirsən. Maks həftəyə bizdə 200-300 dənə hinduşka balası olacaq. Maksimum 500. Təxmini sizə deyəcəm mən. Neçə fərə saxlayacağım ona uyğun. Bizə hal-hazırda saxlı xoruzlarımız da var, belə təbii şəraitdə yetişən. Onları biz kəsimə 20 gün qala, 1 ay qala qoyuruq qapalı yerə və qarğıdalı veririk. Amma ondan əvvəl bunlar həmişə təbiətdə, təbii şəkildə böyüyür. Bax, bu görürsünüz, nəhəng hinduşkalarımızdır. Bunlar da elə təbiətdə böyüyür. Yəni, bunları mənim TikTok səhifəmə girin, aşağı eləyin, videolara baxın. Əvvəl canlıda olanlar da bilir. Biz bunları sadəcə olaraq belə təbiətdə gəzdirmişik. O görürsünüz, o təpədən, o görünən təmədən göstərim sizə. Gəl təmədən bu tərəfə. O gördüyünüz təpədən, belə buradan başlayaraq o təpə örüş sahəmizdir. Bax, hamısını gəziblər. Bəlkə gündə bunlar bir 4 kilometr, 5 kilometr azı gəziblər. Yəni, gəzəndə bunların ətinin dadı daha qəşəng olur. Hinduşka da ən qəşəng kəsilməli vaxtı 8 aydır. 8 ayından sonra, 8 ayından yox, 10 ayından sonra et keyfiyyətini yavaş-yavaş itirir. Əgər siz kəsimli hinduşka saxlamaq istəyirsinizsə, siz bizdən bunları alıb saxlaya bilərsiniz. Biz sizə bunları tövsiyə edərik, necə saxlamaq lazımdır. Ətlik, damazlıq, hamısı haqqında biz sizə məlumat verə bilərik. Hal-hazırda bizdə hibrid, bronz, stavropol, bunların balaları olur. Bronzların da xoruzu hibridlərdir. Yəni, bronzdan daha qəşəng inkişaf edəcəklər onlar. 100% mən sizə garanti verirəm. Mən sizə baxım qaydasında yazın verin. Saxlama qaydası axırda. Bu sizə yazı verirəm mən sizə və video şəkildə izah da göndərim istəyirsinizsə. Göndərdim mən sizə, saxlayırsınız 6 ayda məsələn. Bu hinduşka. Mən sizə deyirəm, bu çəki aralığında verəcək. O sizin üzü baxımızdan asıldır. Əgər mən dediyim kimi konkret, mən dediyimdən də yaxşı saxlasanız, bundan da qəşəng nəticə əldə edə bilərsiniz. 7 aydır, hardasa 20 kiloya yaxın çəkiləri var bunların. Bunları əgər siz ətlik məqsədlə saxlasaydınız, ya biz ətlik məqsədlə saxlasaydıq, bunlar bundan da daha çox çəki verirlər. Azı 2-3 kilo fərq olacaqdır. Çünki yağlanır. Bunlar hal-hazırda yağlı deyil. Bunların kəsib yemiş var idi. İndi təzə-təzə soyuq havalar olur deyə yavaş-yavaş yağ qatı gəlir və üstünə sarımtıl olur. Hinduşka əti də bildiyiniz kimi ən premium keyfiyyətli ətlərdən biridir. Dünyada bundan çox istifadə edirlər. Amma bizdə Azərbaycanda ancaq qış aylarında edirlər daha çox. Yəni, bilən adamlar, xoşlayan adamlar, bunları hər fəsil yeyir, hər sezon fərqi yoxdur. Amma demək olar ki, Azərbaycanın 70%-i ancaq hinduşkanı qışda yeyir, payızın axırları. Oktyabr, noyabr, dekabr, yanvar, fevral, bu aylarda çox. Və mənə biraz fərqli suallar gəlir. Ola bilər məlumatsızlıqdan ola bilər, yəni bizim də bildiyimiz də şeylər çoxdur, bilmədiyimiz şeylər də çoxdur. O bir dənə söz var, deyirlər, ən çox bilən adam heç nəyi bilməyən adamdır. O söz yoxdursa da mən dedim sizə. Yəni, məlumat öyrənmək pis deyil. Bunlar da hibridin fərələridir. Çəkiləri 8, 9, 10 kilo belə olarlar. Bəlkə yuxarı, aşağı biraz ola bilərlər. Baxın, görün, kəndimiz necə gözəldir. Hal-hazırda o ağacların arxasında gizlənib Şahdağ. Mən sizə Şahdağ videosunda çəkəcəm oradan, o tərəfə gedəndə. Və o meşənin arxasındadır Şahdağ. Çək Təmərlan, payız ən xoşladığım fəsillərdən biridir. Özdə hinduşkalarla payız tam bir-birinə uyğundur.
Dostlar, hinduşkaların baxın necə öyrətmişəm mən. Dalınca gəl. Mən gələn kimi sevinirlər. Sevincdən ölür hamısı. Gəlin, gəlin. Baxın, Qusar nə qədər gözəlləşib. Ümumiyyətlə, bütün fəsillər gözəldir, amma payız fəsli ən sevdiyimdir. Təmərlan, çək oraları bir dənə ay günəni göstərsən onu deyim. Yaxınlaşdırma, uzaqdan çıx. Təbiətin səsi sizə huzur verir. Gəlin, gəlin, Qusara gəlin, hinduşkalarımızdan da yiyin. Bala istəyirsiniz, bala, yumurta istəyirsiniz, yumurta göndərə yanmışsın. Baxın, mənzərəni çək. Profesional çək də, brat. Profesional çək, yerdən çək. Hinduşkalara yaxın.